İrəm, çıxıram. Xalqların böyük köçü dövründə yaranması. Aha. Xalqların böyük köçü dövründə yaranması, bəli, ola bilər. Birinci Göytürk dövləti də xalqların böyük köçü ümumiyyətcə 4-7-ci əsrlərdir. 4-7. 4-7-ci əsrlərdir. Yəni 4-7-ci əsrlərdə yaranıbsa, deməli birinci xalqların böyük köçü dövründə yaranıb. Onda birinci Göytürk dövləti yaranıb 552-ci ildə, Bizans yaranıb 395-də. Deməli B də düzdür. Deməli 1A, B cavabım düzdür əslində. İndi o biri variantlara baxıram. Biz 3 qızıl qayda ilə cavabı tapandan sonra da yenə də yoxlamalıydıq. 2BC Göytürklərin hücumuna məruz qalması. Bizans da məruz qalıb, bəli, 6-cı əsrdə Krım tərəflərdə Axunda məruz qalıb. Həmçinin 4-cü əsrdə yaranması, Axunda 4-cü əsrdə yaranıb, Bizansda düz gəldi. Albaniya Raşidi xəlifələrin qoşunlarına qarşı Albaniyada mübarizə aparıb, bəli, Bizansda mübarizə aparıb. Amma Səlcuqlarla Attila